Davamlı olaraq biz sosial məsələləri də gündəmə gətiririk. Artıq Azərbaycanda yeni sosial paketin icrasına da start verilib. Yeni sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək. Daha ətraflı istərdim sizə məlumat təqdim edək. Təbii ki, yeni informasiyanı da əməkdaşımız Fidan Mədətova bizdən bölüşəcək. Salamlayıram Fidan səni. Qısa bir təqdimatım mən verdim artıq tamaşaçılara. Təfərrüatları səndən eşidək, buyur. Salam Aynur, hər vaxtınız xeyir olsun. Bəli, müəyyən məqamlara toxundunuz. Belə ki, artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilir və məhz bu dəfəki paket 3 milyondan çox vətəndaşı əhatə eləyəcək. Bununla bağlı məlumatı Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında məhz millət vəkili Vüqar Bayramov bildirdi. Bəs bu sosial paket hansı istiqamətləri əhatə eləyəcək? Mən bir istiqaməti qeyd eləmək istəyirəm ki, məhz minimum əmək haqqının artırılması, eyni zamanda əmək pensiyalarının artırılması bunun bir istiqaməti olaraq qiymətləndirir. Bəs digər istiqamətlər hansılardır? Bu dəfəki paketi fərqləndirən əsas cəhətlər nədən ibarətdir? Elə millət vəkili Vüqar Bayramov bizlə canlı bağlantıdadır. Ona bu sualları ünvanlayacağıq. Vüqar bəy, biz həmin məsələ ilə bağlı detalları sizdən eşidik. Hər vaxtınız xeyir. Təbii ki, nəzərə alsaq ki, sosial paket artıq icra edilir və bu ilki sosial paketin əvvəlki sosial paketlərdən əsas fərqi ondan ibarətdir ki, əvvəla sosial paketin əhatə etdiyi, yəni şamil olduğu insanların, vətəndaşlarımızın sayı çoxdur. 3 milyon artıq vətəndaşımızı əhatə edir. Danışmağa çalışdıq.